Milli komanda son oyunda San Marino üzərində qələbə qazandı 2-1 hesabı ilə. Amma qələbəyə rəğmən tənqidlər dalğası millət ətrafını bürüdü. Bir narazılıq, narahatlıq bürüdü. Əslində mənim özümdə də o ciddi narahatlıq var idi. Daha doğrusu baş qaldırdı. Çünki qələbəyə rəğmən ciddi problemlər milli komandada göründü. Əslində mənim üçün o qədər də təəccüblü olmadı. Sadəcə bu qədər tezləşəcəyini gözləmirdim. Ən azından bir il, 2 il sonra bu proseslərin cərəyan edəcəyini gözləyirdim. Amma görünən odur ki, vəziyyət yaxşı deyil milli komandamızda. Qarşıda Litva, Liechtenstein oyunlar gəlir. Əslində bəlkə də düşünənlər çox idi. Əksəriyyətimiz fikirləşirdik ki, o qrupda rahatlıqla birinci yer tuta bilərik. Amma son oyunlar göstərdi ki, yox, əsla. Bu belə deyil. Vəziyyət günü-gündən daha da pisləşməyə doğru gedir. Ciddi futbolçu qıtlığı var. Yəni artıq milli komandanın heyətində yer alan futbolçuların əksəriyyəti ümumiyyətlə klublarında forma şansı qazanmırlar. Ayxan Abbasovun işi çox çətindir. Mənə görə bəlkə də son illərin ən zəif milli komandası bugün Ayxan Abbasovun əlindədir. Əlinin altındadır. Sən nələr gördün, nələr düşünürsən? Yəni qələbə istənilən halda xoşdur, şirindir, amma nəzərə alaq ki, San Marino dünənə qədər nə bilim diş texnikinin elə bu gün də elədir. Bu gün də dəyişən bir şey yoxdur. Mən nəyi gördüm Ahmet? Artıq o San Marinoda bir inkişaf var. O San Marino artıq məsələn 5 il əvvəl gördüyümüz San Marino deyil. Bizdə isə əksinə 5 il əvvəllə müqayisədə geriləmə daha çoxdur, sürətlə eniş var. Əslində məncə milli komandadan çox məni təəccübləndirən San Marino komandası oldu. Yəni San Marino millisi sözün həqiqi mənasında təəccübləndirməyi bacardı və ümumi fikirlərini bildi. Mənim də təbii ki, əlavələrim olacaq. Sözün açığı burada sən qeyd elədin, futbolçu qıtlığı ilə bağlı milli komandada futbolçu qıtlığı yaşanır. Yəni nəinki milli komandada, mən sənə deyim ki, hətta aşağı yaş qruplarında da ciddi futbolçu qıtlığı var hazırda. Yəni insanlar futbolçu, yəni təsəvvür elə ki, tutaq ki, milli komanda üçün futbolçu tapılmır. Yəni ölkədə bu qədər gənc var, gənc nəsil yetişir, bu qədər futbol akademiyaları var. Hələ mən şey demirəm də, məsəl üçün o asfarlarda məşq keçən həvəskarları demirəm. Yəni toplasam bəlkə də bir 100 minə yaxın uşaq futbolla məşğul olur Bakıda, Azərbaycanın rayonlarında. Amma digər ki, milli komandalarda beynəlxalq səviyyədə çıxış eləyəcək, hətta nəinki əsas milli, aşağı millilərdə belə böyük çətinliklər var. Bu birinci məsələ. İkinci məsələ, məsəl üçün bizlə eyni səviyyədə olan, tutaq ki 5 il, 10 il bundan öncə, bizlə eyni səviyyədə olan Avropada outsider ölkələr kimi qələmə verilən, məsəl üçün Qazaxıstan, Andorra, tutalım ki, heç Kosovanı falan qoyuram burağa, yəni heç onlarla müqayisəyə gəlməz. Yəni bunların içində tək-tük qalan millilərdən biri Lüksemburq, məsəl üçün, hara inkişafları hara getib çıxdı, Farer adalarının özü. Yəni təsəvvür elə ki, bu millilər artıq bizdən uzaqlaşırlar. Və sən təsəvvür elə, biz artıq San Marino gəlib bizə çatmağa başlayıb. Hətta. Yəni, bunu da niyə görə deyirik? Son oyunda baş verənlərə görə deyirik. Düzdür, epizodlarımız çox idi yenə də. Yəni, üstün oynayırdıq. Yəni, San Marino'ya qarşı da bir zəhmət üstün oynayaq da, yəni, bu qədər də yox. Amma söhbət ondan gedir ki, sözün açığı biz artıq neçənci verilişdir burada bildiririk öz fikirlərimizi. Azərbaycan futbolunda
çox ciddi dəyişikliklər baş verməlidir məncə. Bu dəyişikliklər baş verməsə bizim üçün faciə hələ qabaqdadır. Faciə hələ qabaqdadır. Sən də vurğuladın ki, bəlkə də ən zəif milli komandadır ki, yəni Ayxan müəllim başçılıq eləyir bu milli komandaya. Sözün açığı belə deyək. Kağız üzərində. Yəni baxsan millinin futbolçuları Almaniyada, Polşada, Türkiyədə, nə bilim Albaniyada, Bolqarıstanda oynayır. Kağız üzərində. Koreyaya qədər uzanan ay sağ ol, legioner futbolçu belə deyək də heyətimiz var. Amma kağız üzərində göründüyü qədər gözəl olsaydı meydanda da nə var? Yəni sözün açığı burada bizə müəyyən təzadlı məqamlar var. Yəni o hansı ki indi məsəl üçün kimsə deyə bilər ki, güya biz tutalım ki 10 il, 15 il bundan qabaq nə idi ki? Başa düşürəm, biz 10 il, 15 il bundan qabaq da dünya çempionatında oynamırdıq. Nə bilim Avropa çempionatında oynamırdıq. Amma ən azından o meydanda yəni San Marino qoyum kənara, tutaq ki Azərbaycan oynayır, bu dəqiqə o son inkişaf eləmiş ölkələrdən danışaq, Lüksemburqla. Məsəl üçün, sən 10 il bundan qabaq biz Lüksemburqa gedəndə ancaq qələbə üçün gedirdik. Düzdür? Amma bugün Lüksemburqa uduzmamaq barəsində fikirləşirik. Və yaxud da Farera Dağı ilə və yaxud da Qazaxıstanla. Yəni ortada bu qədər fərqin açılması, yəni belə deyim də sənə. Tutalım ki, biz ölkə olaraq heç bir şeylə məşğul deyilik. Yəni bütün futbol fəaliyyətlərini qoymuşuq kənara. Düzdür? Bu günümüzdə, yəni yenə də belə olacaqdı da. Yəni onsuz da bundan o tərəfi yoxdur.